Şəmkirdə dəhşətli qətl hadisəsi törədilib. İlkin məlumata görə əvvəlcə oğul anasını, sonra isə özünü öldürüb. Hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb. Məlumata görə Şəmkir rayonunun Qaracəmirli kənd sakini 1960-cı il təvəllüdlü Sərdarova Çiçək Xəlil qızının balta ilə qətlə yetirildiyi bildirilir. Onun oğlu 1993-cü il təvəllüdlü Allahverdiyev Anar Natiq oğlu cinayəti törətməkdə təqsirli bilinir. Oğlun cinayəti törətdikdən sonra özünü yandıraraq öldürdüyü deyilir. İlkin məlumat həm də bundan ibarətdir ki, həmin şəxs, yəni oğul üzərinə sürtkü yağı tökərək yandırıb və nəticədə onun öldüyü bildirilir. Məlumata görə Anar Allahverdiyev ruhi əsəb xəstəsidir. Hələlik yəni ilkin məlumat bundan ibarətdir. Hadisə ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.